Bugün biz Ukraynada yaşayan və Ukraynada ehtiyatda olan polkovnik Elxan Nuriyevlə bu məsələləri müzakirə edəcəyik. Sizin Elxan bəyə suallarınız varsa bizə yazın və biz də bu sualları səsləndirək və qonağımız da sizin suallarınızı cavablandırsın. Elxan bəy, salamlayıram sizi, xoş gördük. Salam, xoş gördük. Mən əvvəla bilmək istəyirəm, vəziyyət orada necədir, həm əhval-ruhiyyə baxımından, həm ölkədə xalqın, yəni motivasiyası, psixoloji baxımdan Ukrayna xalqı indi müharibənin hansı situasiyasındadır? Demək, bizim Şevçenko adlı universitetdə çox yaxşı və dünyanın qəbul etdiyi sosioloji mərkəz var. KMIS adlanır, Kiyevski Международный институт социологии. 5 professor təşkil edib. Bunlar vaxtaşırı sorğular keçirirlər. Aha. Və sorğuların nəticələri son sorğuların nəticələri, yəni ötən ayın sonuncu həftəsinə aiddir. Ukrayna xalqının 59% bir mənalı olaraq qələbəyə inanır, 23% isə yəqin ki, qələbə olacağına inanır. 82%-in üzərindədir. Bununla əlavə Kiyev şəhərinin vətəndaşlarının, əhalisinin də belə demək olar, 61% heç bir ballistikadan, heç bir nüvə silahından, heç bir ölümdən qorxmadığını bildirir və istənilən halda şəhəri tərk etməyəcəyini deyir. Mən bilən, elə bu sorğuların nəticələri sizin sualınızın cavabıdır. Aydındır ki, biz bu cəmiyyətdə yaşayırıq. Müharibə, qələbə, iradə, milli iradə və o cümlədən qeyri-Ukraynalıların da Ukrayna ideyası, yəni milli, belə deyək, necə deyim, siyasi Ukraynalı olması da göz önündə baş verir. Bu mənada cəmiyyət bütövdür və cəmiyyət həm siyasi hakimiyyətinə inanır, həm hərbi qüvvələrinə. Hərbi qüvvələrin biləsiz reytingi Allaha inananların reytingindən çoxdur. 96% Ukraynada silahlı qüvvələrə sorğularda deməli cavab verirlər, inan. Aydındır ki, cəmiyyətdə təbii ki, ateistlər də var, hər cür insanlar var təbii ki. Deməli, Allaha inananların sayı silahlı qüvvələrə inananların sayından çoxdur. Daha doğrusu azdır. Sözün burasındadır ki, siz bayaqları sadalayırdınız. Başqurdistan isə, amma hər şey demədiniz. Ola bilsin hələ ki, Azərbaycan media məşğuluna çatmaqdır. Ötən gecə Sevastopol şəhərinə güclü hücumlar edildi. Sevastopol bu gecə, yəni ötən gecə işıqsız idi, blackout şəraitində 100% özdə işıqsız. Balaklavadakı Steriç elektrik stansiyası və yarım stansiya sıradan çıxarıldı. Bununla əlavə Azov yanı, yəni Priazov deyirlər, Azov üstü, Azovun şimal istiqamətindəki işğal altında olan ərazilər, o cümlədən bilirsiniz, Taganrog deyərdim hətta mən, yəni Rusiyanın Rostov vilayətindən başlayaraq Cankoya qədər, Krımın hətta bəzən də cənub sahillərinə qədər gedən yol bilirsiniz. Ukrayna silahlı qüvvələrinin pilot şöpratlar sistemlərinin müəyyən nəzarətindədir. Müəyyən hissələr doğrudan ciddi nəzarətdədir. Həqiqətən oradan keçmək mümkün deyil. Bu nəzarət bölgəsi təxminən Mariupol, Cankoy ərazisidir. Deməli, orada da ciddi əməliyyatlar həyata keçirilib. Bununla əlavə Xarkiv istiqamətində Ukrayna silahlı qüvvələri uğurlu əks əməliyyat həyata keçiriblər və biz öz kanalımızda da dəfələrlə deyirdik, bir ay bundan qabaq, 3 həftə bundan qabaq, hərdən 2 kənd, 3 kənd üst-üstə Ukrayna tərəf mart ayından başlayaraq dünənki hesabata qədər 745 kvadrat kilometr, yəni 26 yaşayış məntəqəsi və bir şey burada vacibdir, Emil bəy. Vacib olandan ibarət. Aydındır ki, biz bunları bilirdik və mən bəzən də deyirdim bunu, çatdırırdım, xəritədə də göstərirdim. Amma baş qərəcə vermirdi. Niyə vermirdi? Ukrayna silahlı qüvvələri bu mənada öyünmək yaxud müəyyən bir, belə deyək, populist xarakterli deyil. Yəni, həmin ərazilərdə istehkamlar qurulub, mühəndis qurğuları qurulub, tamamilə təmizlənib, o cümlədən minalardan təmizlənib və ondan sonra hesabatlarda verilir ki, yəni beynəlxalq qurumlar da aydındır ki, özləri də görürlər və bilirlər. Bu tipli əməliyyatlar
həm Vovçansk istiqamətində baş verir. Sonra Ukrayna demək olar ki, dövlət sərhəddi boyu, o cümlədən Bryansk vilayətində xüsusi əməliyyatlar həyata keçirir, vaxtaşırı, Kursk vilayəti ərazisində vaxtaşırı əməliyyatlar keçirir. Bunu Voronejdə bildiniz, ən böyük Wildberries-in ən böyük anbarlarından biri 156 min metr, yəni təxminən 300-ün 500-ə, yəni da belə götürəndə yarım kilometrlik anbarlar vuruldu, məhv edildi. Və onlar artıq Rusiyanın iqtisadiyyatına təbii ki, təsir etməyə başlayıb. O cümlədən, yəni verdiyi sualın cavabı Ukrayna ictimaiyyəti və cəmiyyəti bütövdür. Gözləyirik ki, deputatlarımız tətildən qayıtsınlar. Tətil deyəndə xətirlərinə dəyir, yəni işdən qayıtsınlar, ezamiyyətdədirlər. Yəni bir yorulmaq yoxdur Ukrayna Avqustun 18-i təyinatlar, hərbi blokda və siyasi blokdakı təyinatlar təbii ki, Ukrayna parlament ölkəsidir, konstitusiyaya görə öz təsdiqini tapacaq. Yəni bir yorğunluq yoxdur Ukrayna xalqında. Yəni 4 ildir davam edir bu müharibə. İnsanlar yetər artıq hələ demək istəmirlərmi ki, biz bu qədər hücumlar var, yaşayış evləri vurulur, gecə ilə insanlar yatdığı yerdə binalarına ballistik raketlərlə hücumlar edilir. Bu mənada, yəni təbii indi bu müharibədir və xalqın böyük bir hissəsinin ayağa qalxıb dayan deməsini də gözləmək olmaz, amma ümumiyyətlə bir yorğunluq varmı cəmiyyətdə? Mən yəni öz şəxsi misalımızdan deyim, Azərbaycan misalından deyim ki, sizin tamaşaçılar, yəni dəyərli izləyicilər başa düşsünlər. Qarabağla Ermənistan, yəni İnzibati Qarabağla da belə deyək, Hadrutla, ən kənardakı rayon. Ermənistan Respublikasının dövlət sərhədinin arası Qrat məsafəsidir. BM21 məsafəsidir. Təxminən 20 kilometr. Hava məsafəsindən danışıram. Aydındır ki, quru yol hamısı dağlardır orada. Təbii ki, çoxdur. Və 87-ci, 88-ci ildən 93-cü ilə qədər biz bu həyatı yaşamışıq. Nə demək istəyirəm? Burada bir psixoloji məqam var. Müharibələrdə olanlar, dostlar bilirlər. Müharibə keçənlər bilirlər. Əlbəttə ki, yalan olar ki, kimsə desin ki, mən qorxmuram. Amma bu qorxu hissi elə bir şeydir ki, onun müəyyən bir həddən sonra ona amorfati deyirlər. Öz taleyi ilə barışırsan və onu sevirsən. Fatalist olursan. Və daxilən, yəni doğrudan da inamı olan insanlar, yəni ali qüvvələrə, mən söhbət dindarlıqdan danışmıram, Seyiddən Molladan danışmıram, Kvançiskasından danışıram. Elə məsələlər var ki, məsələn, dəfələrlə görürsən ki, sənin yanında mina patlayır, bomba patlayır, sənə heç nə olmur, amma 100 metr kənardakına nəsə olur. Yəni, insan beyninə Ukraynalı, o cümlədən bu günləri reallı Ukraynadadır. Allah şükür, Azərbaycan Silahlı Qüvvələri bu məsələlərə son qoydu. Buna Latin dilində amorfati deyirlər, yəni taleyi sevmək. Və müəyyən mənada hər gün görüşdüyümüz Kiyevlilər, Ukraynalılar, aydındır ki, böyük kollektivlər filan, hamı elə bir ki, öz taleyini sevir. Yəni, ölümdən qorxu anlayışı yoxdur. Əlbəttə ki, körpə uşaqları olanlar, xəstələri olanlar, aydındır ki, narahatlar, aydındır ki, onlar metro stansiyalarına inirlər, gedirlər. Amma sizə əmin edirəm, üst-üstə, nə bilim, indi xaricilərlə, özdə Kiyevə və Ukrayna yerdə geri gəlmişdən çoxlu axım var və Ukraynada daşınmaz əmlakın qiyməti də qalxır və qəribə məsələlər bundan ibarət. Yəni perspektivlər görürlər insanlar, xaricilər o cümlədən. Ona görə insanlar taleyləri ilə barışıblar. Yəni hamı başa düşür ki, elə bir mənada başa düşür. Aydındır ki, bombadan gizlənmək lazımdır. Aydındır ki, yəni açıq yerdə durarsan, yaxud ki, penthouse-da durarsan, təbii ki, ən yüksək binada varsansa, raketin ora dəymək, dronlara dəymək şansı daha çoxdur. Amma bütövlükdə cəmiyyətdə, yəni təlaş yoxdur, çaşqınlıq yoxdur, qorxu yoxdur və insanlar haqq yolunda olduqlarını və haqq müharibəsi, yəni azadlıq mübarizəsi və bunun qansız, qadasız olmadığını dərk edirlər. Necə ki, şəxsən mən bu həyatı yaşamışam, 91, 92, 90 o illərdə bilirsiniz, insanlar, məsələn, mən Azərbaycanda əskər tanıyırdım, Allahın olsun deyirəm, tapança ilə tank tutub. Tapança ilə tank tutan Azərbaycanda əskər mən tanıyıram.
Yəni silahlı qüvvə aydındır, yaşlı adamdır. Onun gücü. Yəni bilirsiniz o daxili hazırlıqdan asılıdır, sırf psixoloji məqamdır və insanlar bu mənada və vəhşilərin törətdiklərinə bir reaksiyadır, yəni təbii reaksiyadır. Bu bir üzvü reaksiyadır mən deyərdim. Çünki gözümüzün önündə baş verir, görürük hər gün ruslar nə hoqqalardan çıxırlar, nələr edirlər. Yəni tək bomba atmaqdan söhbət getmir. İşğal etdiyi ərazilərdə bizim o dinc insanlara, sonra əsirlərə verdiyi zülmlər filanlar, bunların hamısı gözümüzün önündədir. Mən Parlamentin Yüksək Siyasət Komitəsində də işləyirəm. Bizdə deməli aydındır da hökumət kvartalı, hökumət məhəlləsi qapalıdır. Orada xarici qonaqlara göstərmək üçün xüsusi stendlər var. Məsələn, bizim əsgərlərimiz, yaxşı jurnalistlərimiz, dinc insanlarımız müharibə qədərki şəkil və müharibədən əsirlikdəki şəkil, əsirlikdən sonraki şəkil. İnandırırsınız, hər şey görünmüş, yəni dəfələrlə müharibədə ölümlə qarşılaşmış biri olsun da, məsələn, onları həm göz yaşı ilə, belə bilirsiniz, insan hər şeyə nifrət edir, səni baxa bilmirsən ki, yəni doğrudan mı insanlıq bu həddə gəlib çıxıb? Yəni, və bütün bunlar dediyim kimi cəmiyyəti psixoloji hazırlayıb. Başa düşürük ki, şeytanla müharibə aparırıq. Bəli, Ukrayna cəmiyyətində belə bir düşüncə var ki, şərlə, şeytanla, kim necə istəyir elə desin, şərlə toqquşmadır və bu mübarizədən qaçmaq yerdə qalanları zərbə altına qoymaqdır. Yəni, bu belə bir mübarizədir ki, burada birləşməlisin. Çox təəssüf olsun ki, qərbdəki müttəfiqlərimiz bunu axıra qədər dərk eləmirlər. Hələ də dərk eləmirlər. Doğrudur. Bu məsələyə də keçid eləyəcəyik. Həmçinin Rusiyanın içərilərinə vurulan zərbələrdən də bir qədər sonra danışacağıq. Amma Ukraynadakı vəziyyətlə bağlı bir sual da sizə vermək istəyirəm. Yəni bu gün siz qeyd elədiniz Ukrayna xalqının əzmkarlığını, psixoloji əhval-ruhiyyəsini, xalqın müharibəyə necə belə deyək, öyrəşməsini, bir immunitet formalaşmasını. Burada hakimiyyətin rolu nə qədərdir? Yəni Zelenski prezidentliyi dönəmində ilk vaxtlarda müharibə başlayanda təbii ki, fərqli reaksiyalar var idi, fərqli rəylər var idi ki, Zelenski puxtələşmiş prezident deyil, o qədər də peşəkar deyil, təcrübəsi azdır. Amma bu illər ərzində biz gördük ki, hökumətdə də xeyli dəyişikliklər oldu. Baş nazir dəyişib, müxtəlif nazirlər dəyişib, ordu rəhbərliyində dəyişikliklər olub, müdafiə nazirləri, baş komandanlar dəyişib, elə son dəyişikliklər də yenə edildi və Sırskinin yerinə Drapatı gəldi, eləcə də Xmara indi müdafiə naziri vəzifəsini yerinə yetirir. Yəni bu hakimiyyətin həm də gücündən xəbər verirmi? Yəni o monolitliyi qoruyub saxlayıblar. Xalq, ordu, hakimiyyət arasında bir birlik var. Çünki çoxlarında o fikir var ki, yox, günün birində ordunun içində parçalanma ola bilər, generalitet bir-biri ilə intriqaya başlayacaq və yaxud Rusiyaya işləyənlər olacaq. Hakimiyyətin içində parçalanma, hakimiyyətdə böhran başlayacaq. Hökumət üzvləri bir-biri ilə bu müharibə səbəbindən üz-üzə dayanacaqlar. Yəni burada bu uğurun həm də bu formulun deməli müəllifini Zelenski və bu hakimiyyətin üzvləri saymaq olarmı? O cümlədən təbii ki, amma qələbənin, yəni birləşmə qələbəsinin, aydındır ki, hələ ki, fiziki qələbədən söhbət getmir, sırf mənəvi psixoloji qələbədən söhbət gedir və bu mənəvi psixoloji qələbə indi başlamayıb. 22-ci ilin mart ayının 26-sı Kiyev vilayətindən, Çerniqov vilayətindən, Sumi vilayətindən, Xarkov vilayətindən işğalçı qüvvələrin dövlət sərhədini geri qayıtması zamanı baş verib. Amma bütövlükdə mən dediyim bəlkə kiməsə pafoslu görsənə biləcək, bütövlükdə qələbənin sahibi demokratiyadır və hakimiyyətlərin yerli icmalara verilməsidir. Yerli özünü müdafiə batalyonlarının qurulmasıdır, qüvvələrinin yaradılmasıdır. Məsələ burasındadır ki, 2014-2019-cu illər Petro Alekseyevich Poroshenko hakimiyyətinin ən yaxşı uğurla həyata keçirə bildiyi islahat ondan ibarət oldu ki, Ukraynada mərkəzi hakimiyyət, mərkəzləşmiş hakimiyyət yoxdur. Aydındır ki, yerli qubernatorlar, yerli təyinatlar aydındır ki, Kiyevlə razılaşdırılır və Kiyevdə edilir. Evet. Amma bütövlükdə yerli icmalara hakimiyyətlərin verilməsi, vergilər sisteminin paylanması və xalqın öz, necə deyirlər, özünü idarə etmə sisteminə keçməsi. Bunlar da göstəricilərdir, amma
Demokratik cəmiyyətlərin, Emil bəy, avtoritar hakimiyyətlərdən fərqi nədən ibarətdir? Fərqi əsas fərq ondan ibarətdir ki, demokratik cəmiyyətlərdə hər şey müzakirə edilir. Bəli. Aydındır ki, məsələn, Mixail Fyodoroviçin çıxan, nə bilim, yüzlərlə ki, gənclər var, kartonlarla filan. Aydındır ki, indiki müharibə vəziyyətinin qanununda hətta belə yazılıb ki, kütləvi tədbirlər keçirmək olmaz, hakimiyyətin xüsusi icazəsi olmadan. Əlbəttə ki, hakimiyyət onları qovalaya da bilər, yaxud nəsə bir... Amma bilirsiniz də, 2-ci Dünya müharibəsi vaxtı belə bir fakt olub. London bombalananda Mədəniyyət naziri Churchillə bildirib, baş nazir bildirib ki, bizim büdcəmizdə pul var, verək müdafiə nazirinə, deyib, bəs nəyə müharibəsini aparıq? Əgər Britaniyalının mədəniyyətin pulun verirsə müharibə bu iş olmadı ki, biz mədəniyyətimizi də, dilimizi də, hər şeyimizi qorumalıyıq. Ona görə Ukraynada senzura yoxdur, bilirsiniz. Yəni, mətbuatla bağlı bildirirəm. Bəli. Və sərbəst toplaşmalarla bağlı da senzura yoxdur. Demokratik prinsiplərdən imtina edilmir. Və demokratik prinsiplərdən imtina edilmədiyinə görə müəyyən mənada çox məsələlər özünü tənzimləyir və belə deyək, artıq Rusiyapərəst qüvvələr Ukraynada yoxdur, yaxud parlamenti təmsil edilməyiblər, yaxud qovulublar da, bilirsiniz, Ukrayna parlamentinin 450 üzvü var idi, cəmi 380 qaldı, 380 neçə. Demək, nə demək istəyirəm? Pozucu qüvvələrin, kolaborantların parlament təmsilçiliyi yoxdur. Məsələn, bir statistika deyim. Əgər 2013-cü ildə özünə Ukraynada Rus deyənlərin sayı 17% idisə, bugün 1,7%. Yəni 10 dəfə aşağı düşüb, 10-undan 9-u imtina edib Rus milli mənsubiyyətindən. Və hətta onlar da 1,7% özünə Rus deməyə utanır. Çünki Rus artıq izqoy olub Ukrayna üçün. Rus anlayışı, dediyim kimi, şərin nümunəsi yaxud təcəssümüdür Ukrayna ictimaiyyəti üçün. Böyük mənada, yəni həm də Avropa məkanında. Bəli. Ona görə demokratik prinsiplər bu hadisələri tənzimləməyə imkan verir. Aydındır ki, müharibə vaxtı Ukrayna parlament ölkəsidir. Yəni bütün qanunlar o parlamentdə qəbul edilir və hökumətlər, hakimiyyətlər orada təyin edilir. Amma müharibə vaxtı aydındır ki, silahlı qüvvələrin ali baş komandanı müəyyən səlahiyyətləri özlərinə götürür. Deyim ki, hər şey bir mənalı, yəni cəmiyyətin %100 dəstəyi ilə edilir, yox. Amma əksəriyyətin dəstəyi ilə edilir. Yəni hər halda planlaşdırılır, razılaşdırılır və dünənləri yeni silahlı qüvvələrin yeni baş komandanının hesabatı, yəni bu onun şəxsi uğurlarıdır götürəndə, çünki bilirsiniz, quru qoşunlara və desant qüvvələrinə cavabdeh idi filan. Yəni daha hansısa bir dövr üçün əminliklə demək olar ki, yaxın yarım ildə, bir ildə mühüm kadr dəyişiklikləri olmayacaq. Yəni bu növbəti bilirsiniz də, iyun ayının sonlarına Təhlükəsizlik Şurasında prezidentin stavkasında, belə deyək, öz yanında 40 günlük proqram qəbul edilmişdi. Rusiyanı sülhə məcbur etmə proqramı. Bəli. O günlər keçən həftə bitdi. Ayın 6-sı, 5-6-sı bitdi. Və bu gün baş verənlər ikinci proqramdır. İkinci, necə deyərlər, dövriyyəsidir, ikinci dəfəsidir, belə deyək. Və dünənlər Gənclər Forumunda prezident çıxış edəndə də bildirdi ki, Qərbdəki müttəfiqlərimizlə razılaşdırdığımız xüsusi planla hərəkət edirik. Və bugün səhər və dünən axşam da yeni Müdafiə Naziri vəzifəsini icra edən Yevgeni Xmara da bildirdi ki, biz Rusiya hərb maşınını sındırmışıq, sındırırıq, sındıracağıq. Yəni bu üç ifadənin üçü də, necə deyərlər, bir kontekstdə səsləndi. Yəni bunu edirik və bunu edəcəyik. Məsələ burasındadır ki, dünyada o qədər işlər qarışıqdır. Bir tərəfdən yadınızdadır, J.D. Vance xahiş edirdi ki, Ukrayna bu Xəzər boru konsorsiumu var da, bilirsiniz. Katika, Kaspiyski transportunu koridordan Qazaxıstan satılması Novorossiysk üzəri. 2 həftə, 10 gün bundan qabaq zəng gəlmişdi ki, Ukrayna onlara ateş açmaz. Çünki Tengiz neft yatağının 50% Chevrondadır, 28% də ExxonMobil'dadır. Yəni Amerika pullarıdır, belə deyək də.
transmilli korporasiyalardır, trilyonluq korporasiyalardır. Aydındır ki, hakimiyyətlər onlarla müəyyən məsələləri razılaşdırırlar. Bəli. Amma Ukrayna mövcudluq müharibəsi apardığına görə döyənləri yenə də Rusiyanın əsas belə deyək, Qaradənizdəki əsas limanı, yaxud Rusiya neft və sıxılmış qaz eksportunun əsas eksportörü, yəni ixracatçısı olan Novorossiysk elə sağdan sola, şimaldan cənuba, qərbdən şərqə şumlamışdır. Yəni bilirsiniz, 4 dənə hərbi gəmi vuruldu. 3 taxıl platformasından ikisi məhv edilib. Çoxlu, yəni orada elə məsələlər 260 milyon axşama qədər, gecəyə qədər yeri gəlmişsin, içməli su yox idi. Sonra 4 müəssisə sıradan çıxarıb, 3 ölən var, 60 ev dağıdılıb, 90 yaralı var idi. O cümlədən Anapada, o cümlədən Gəlincikdə. Yəni Qara dənizin o hissəsində sağ olsun Türkiyədə, o cümlədən həm hərbi gəmiləri buraxmır Bosfordan, həm də Ukraynanın əsas belə deyək köməkçisidir. Yəni Ukraynanın taxıl bitkilərinin, dənli bitkilərin satılması bilirsiniz Türkiyə üzərindən həyata keçirilir. Xüsusi diskontlarla 20% və Türkiyə bu günləri Ukraynanın belə deyək, kənd təsərrüfatı məhsullarının əsas satıcısıdır. Bu da var. Və Rusiya tutaq ki, ötən il bilirsiniz də, bu taxıl dövrü iyul 11-dən iyul 11-nə sayılır. Yəni yeni bax, vay artıq 40 neçə faiz Rusiya artıq geri qalır. Yəni bu taxıl məhsullarının daşımaq məsələsi də Rusiyada problemdir. Çünki Rusiyada 3-cü yerdə pul gətirən məsələ, çünki Rusiyanın silahlarından artıq hamı imtina eləyir. Başa düşürlər ki, o silah deyilmiş. Müasir dövlət tərəfi cavab vermir. Belə. Yəni bu baxımdan artıq Ukrayna həm də təşəbbüsü ələ keçirmiş kimi sayıla bilər. Yəni strateji təşəbbüs Ukraynanın əlindədir. Amma qərbdəki müttəfiqlərimiz nə qədər axıra qədər dərk edirlər ki, bizim bu strateji təşəbbüsümüzlə risk etmək olmaz. Məsələn, bilirsiniz, bu sırf texnoloji məsələlərdir. Antibalistikanı qurmaq üçün, ballistik raketi başa gətirmək üçün təxminən 425 istehsal müəssisəsinin istifadə edir. Amerika Birləşmiş Ştatları, bilirsiniz, Patriotun çox cüzi bir hissəsini Yaponiyada istehsal edirlər və kiçik bir hissəsini də Almaniya başlayır. O yəqin ki, Ukraynanı bir yerdə eləyəcəklər. 425 fərqli komponent gəlir oraya. Mən detallarını müsaid demirəm, detallar minlərlədir. Amma sahələr üzrə deyirəm. Və bizim inciməyə haqqımız yoxdur təbii ki, Amerikadan ki, niyə bizə bu günləri o lisenziyaları vermir? Çünki Ukraynanın bunu edəcək bacarığı var, yeni baxışı var, yeni texnoloji həll var, yeni konstruktor həlli var. Amma Amerikanın dediyində də həqiqət var. Nə qədər risk edə bilər ki, onun texnologiyaları tutaq ki, ateş altında olsun. Ona görə yəqin ki, birgə müəssisələr, o cümlədən Almaniya Federativ Respublikası ilə Ukraynanın və bu uzaq görülən siyasətdir. Çünki yadınıza gəlirsə, ilin əvvəlində Almaniyanın baş kansleri bildirdi ki, bu il üçün 100 milyard avro hərbi məsələlərə pul ayırır. Yəni, hərbi büdcədən əlavə, ümumi Avropanın və özünün təhlükəsizliyini təmin etmək, ümumi proqrama 100 milyard avroda əlavə pul ayırır. Bunlar təbii ki, yerini tutacaq. Ukraynanın ballistikası, Emil bəy, ötən ayın sonu hazır olmalı idi. Mühərriklər təkmilləşdirilir, taktika-texniki xarakteristikaları yüksəldilir. Kiçik məsafəli raketlər var Ukraynada. Bunun əlavə, bilirsiniz, problemlərimiz var, amma süni problemlərdir müəyyən mənada. Həm raket verirsən, həm də onun istifadəsinə tutaq ki, onu müşahidə edəcək Starlinklərin Rusiya ərazisində istifadəsinə tutaq ki, icazə verilmişsə. Bu, həm də Amerika daxilindəki özlərinin, necə deyərlər, müəyyən bir siyasi, deməzdim, alver deməzdim, amma dividendlər əldə etməkləri ilə bağlıdır. Yəqin ki, Elon Musk gözləyir ki, Trump ondan xahiş eləsin. Zelenski dəfələrlə çağırış elədi, dünən də çağırış oldu ki, bizə heç olmasa o patriotlardan, o raketlərdən müdafiə ilə bağlı 5% verilsin ki, biz bu qışı keçirə bilək. Çünki indi son Kiyevə olan hücum zamanı 28 raket atıldı və Ukrayna onların heç birini vura bilmədi. Yox, aydındır. Bunlar aydın məsələlərdir. İndi məsələ burasındadır ki, gəlin belə deyirəm. Mən ona görə demirəm ki, üzr istəyirəm, məsələni yumuşaltmaq istəmirəm.
Əvvəla Rusiyanın ballistik raketləri sonsuzluğa qədər sayda deyil. Aydındır ki, Şimali Koreyadan alır, o KM-3-ləri, 4-ləri, sonra İskəndər evləri özü istehsal edir. Bunlar var. Əvvəla, belə deyim də, bu sonsuzluğa qədər deyil. Bir. İkinci, effekt vermir. Əgər effekt verirsə, əks effekt verir. Kiyevdə nəyə vurur ki? Kiyevdə bənim yerin üstündə zavod var, ona vursun. Kiyevdə 20 dənə, 30 dənə, 1 milyard dollarlıq, yarım milyard dollarlıq raket atır. Bu sinizm deyil, bilirsiniz, həqiqətdir bu. 3 nəfər, 5 nəfər, 15 nəfər dinc insan öldürürsən. Bununla müharibə olurlar. Təbii. Yoxsa dünyanın və Ukraynalıların nifrətini qazanırsan və könüllərin sayı artır. Bunun əvəzində nə baş verir? Məsələn, mən deyim, Ukrayna tərəfdə nə baş verir? Robert Brovdi-Mayder bildirir ki, Ukrayna pilot uçaq sistemlərinin planlaşdırdığının 14% maliyyəsini alır. Məsələn, Krımda 3 qat əməliyyatları artırmaq olar. Ümumi Rusiyada, yəni Rusiya üzərində əməliyyatları 7 dəfə çoxaltmaq olar. Yəni, həmin rəqəmi deyir də 14%-i 7-yə vur, edir 100%. 98. Nə demək istəyir bundan? Bizim xüsusi proqramlarımız var. Yəni, bax, yenə də soruşurlar ki, nədən oldu ki, 745 kvadrat kilometr, 26 yaşayış məntəqəsi, səssiz, küysüz. Mən öz kanalımızda həmişə deyirəm bu rəqəmləri. Bugün 2 kənd, bir kənd bunlar deyirəm. Amma aydındır ki, Ukrayna dediyi kimi bu həşirlə yaşayan dövlət deyil və silahlı qüvvələr bunu etmirlər. Yəni, doğrudan da istehkamlar qurulmayana qədər, mühəndis qurğuları qurulmayana qədər, tam yerləşməyənə qədər bildirmirlər yaşayış məntəqələrinin adını. Məsələ burasındadır ki, Ukrayna məsələn uzun müddətli proqram qəbul edib. Proqramın adı 1824-dür. 1824 nədir? 1824 gənclərin 6 ilə özlərinə hərbi peşə tapmasıdır. Yəni, bu NATO sistemi ilə belədir. Bəri başdan bilirsən ki, mən aşpaz işləyəcəm. Yəni, bizdə saytlarda var. Filan hərbi hissəyə aşpaz lazımdır. Filan hərbi hissəyə də tibb bacısı, yaxud tibb qardaşı, yəni felşer lazımdır. Və dron sahəsində. Məsələn, necə ki, bir məktəbə oxuyanda maşınşünaslıq dərsi keçirdik, yaxud əmək, nə bilim, nə dərsi keçirdik, yaxud nə musiqi dərsi keçirdik. İndi həmin o xüsusi, belə deyək, akademik olmayan dərsləri əvəz edilib hamısı hərbi dərslərlə. Nəyə görə üstün cəhət? Mən bayaq elə belə demədim, özünü idarə etmə sistemləri. Məktəblər Ukraynada kommunal təsərrüfatdır. Mən Təhsil Nazirinin 4 il, 5 ilə yaxın müşavir olmuşam. Mənim ixtiyarım olmayıb ki, kommunal təsərrüfata deyəm, filan məktəbin tədris proqramı niyə belədir? Qarışa bilmərəm ona. Çünki özləri müəyyən edirlər. Ümumi proqramları məsələn deyirəm, Ukrayna dili tutaq ki, 100 saat keçilməlidir, İngilis dili 50 saat, riyaziyyat 80 saat, bunu demək olar. Amma hansı formada bunu edirlər? Kommunal təsərrüfatda. Yerli hakimiyyət özü edir bunu. Ona görə yerli hakimiyyətlər Ukraynanın hər yerində, o cümlədən qərb, mərkəz, yəni müharibə altında daha az olan ərazilərdə 100 minlərlə texniki savadlı gənclərimiz var. Müharibə hazırlığı və gözləyirlər ki, 25 yaşları olsun, çünki 25 yaşdan tez bizdə müharibə zonasına getmək olmaz. Kontraktla işləyə bilərsən, arxa cəbhədə hərbi hissələrə kömək edə bilərsən, volontyor ola bilərsən. Amma müharibə zonasına gedə bilməzsən. Müharibənin, necə deyirlər, əşyasından istifadə edə bilməzsən. Yəni, müharibə üçün ayrılan drondan istifadə edə bilməzsən. Dinc dövr üçün istifadə edə bilərsən. Yəni, təlim üçün istifadə edə bilərsən. Amma orada istifadə edə bilməzsən. Demək istəyirəm ki, savadlı yanaşma, yaxşı planlaşdırma, kadr məsələlərinə ehtiyatla yanaşma, yoxsa Rusiya kimi ucdan tutma, nə bilim, tikintiyə gətirirlər. O günlər oxuyuram, deməli, Peru kimi kiçik bir dövlət, cırtdan bir dövlət, yəni Rusiyanın yanında deyirəm, bəyanat verib Rusiya ki, 429 vətəndaşımızı alladıb aparmışsınız, 11 meyit vermişsiniz, 110 neçəsindən itkin düşüb, 300 neçəsi də yoxdur. Kiçik dövlətlər. Mən demirəm ki, Ukraynada xarici vətəndaşlar, yaxud beynəlmiləl legionlar yoxdur. Əlbəttə var. Əlbəttə var. 70-dən yuxarı dövlətdən var. O cümlədən Allah köməkləri olsun və ölənlərə rəhmət eləsin. Azərbaycanlılar olur. Yəni, var. Həm Azərbaycandan gələnlər var, Türkiyədən də gələnlər var, Yaponiyadan da, hər yerdən gələnlər var. Həm də Ukraynada doğulub, böyümüş və Azərbaycan ənənələrini qoruyan və doğrudan da özünü Azərbaycanlı hesab edən minlərlə Azərbaycanlı Ukrayna silahlı qüvvələrindədir. O cümlədən briqada komandiri də var, mən tanıyıram şəxsən.
Prezident Zelenski də bu Müdafiə günləri Nazirliyində vəzifədə Azərbaycanlıları olanlar təbrik da edir. var və digər strukturlarda olanlar da var. Sözün burasındadır ki, planlı yanaşma müharibə axı dəqiq elmdir. Müharibəni götürüb Kiyevin üzərinə ballistik raket döyməklə Ukrayna oda bilməzsən. Heç yana danmazsan. Əvvəla gərək quru qoşunlar gedə orada bayrağı sanca Bəli. deyə biz buradayıq. Nə edirsən elə də, nə qədər bomba atırsan xeyri yoxdur. Ancaq dinc insanları öldürürsən və dinc insanların öldürülməsi cəmiyyətdə daha da şiddət yaranır və nifrət yaradır. Və bizə köməyi artırır Qərb. Nə qədər Qərbə səslənsə də. Sinizm deyil, mən reallığı deyirəm ki, Kiyevə vuranda orada başlayırlar, biraz heç olmasa, biraz güya vicdanları oyanır. Da çay qaşığı ilə vermirlər, tutaq ki, çömçə ilə nəsə verirlər. Elxan bəy, Ukrayna tərəfinin bu əməliyyat planlarını siz qeyd elədiniz. Yəni 40 günlük əməliyyat indi də davam etdirilir. Yəni Rusiyanın dərinliklərinə zərbələr endirilir, zavodlar vurulur, müəssisələr vurulub və bunun ciddi təsirləri də göz qabağındadır. Amma Ukrayna prezidenti deyir ki, bizim bu əməliyyatları həyata keçirməyimizin məqsədi həm Rusiyanın potensialını zəiflətməkdir, həm də onu sülhə məcbur etmək, yəni atəşkəs danışıqlarına gətirməkdir. Sizcə belə hücumlar Putin kimi birini sonda danışıqlar masasına oturmağa vadar edə bilərmi? Ümid edirik, inanırıq ki, edəcək. Çünki bilirsiniz, Putinin qorxduğu məsələlər var. Əlbəttə ki, ixtişaşlardan qorxur. Bütün diktatorlar qorxurlar ixtişaşlardan, aydındır. 26 ildə hakimiyyətdə oturub, hakim mütləqdir. Yer gəlmiş Əmil bəy dönənləri Kursk sualtı, nə idi o? Atom sualtı qayığının batmasının 26-cı il dönümü idi. Demək, nə demək istəyirəm? Əlbəttə inanırıq ki, bu təsir edəcək. Necə təsir edəcək? Rusiya Silahlı Qüvvələrinin canlı qüvvələri artıq bəs etmir. Tutaq ki, biz ötən ilin payızında, son payızda, lap sonda da, yəni belə deyəm, noyabr ayında, yeni ildən əvvəl hesabatlarımızda gedirdi, hesablaya bilirdik ki, Rusiyanın Ukraynada 750 min silahlı qüvvəsi var və bunlar yaz-yay kampaniyası həyata keçirəcəklər. Yaz-yay kampaniyası Rusiya həyata keçirə bilmədi. Və bu vəhşiliklərin, bu anti-insani addımların, ballistikaların, dinc insanların üzərinə atılması təbii ki, Rusiya ictimaiyyətinin gözünə kül üfürməkdir Putin tərəfindən. Axı Ankorij görüşündə yadınızdadırsa, ötən ilin avqust ayının 4-ü, Putin Trumpdan xahiş etmişdi ki, mənə 2-3 ay vaxt lazımdır, mən Donbası götürürəm, ondan sonra danışıqlara başlayaq, yeni il ərəfəsində, nə bilim, nə deyirsiniz, imzalayaq. Bu alınmadı. Hələ ondan, indi keçən il bir ay qalıb, yox elə avqustda da, bir il keçib. Bir il keçib, hələ də Donetsk vilayətinin 16-17% təbii ki, işğal altında deyil. Siz fikir verməyin, ola bilsin, mən əziz izləyicilərə, tamaşaçılara müraciət edirəm. Dostlar, Ruslar götürüb xəritəni, flamasterlə o boz əraziləri, flamasterlə rəhləyirlər ki, orada Ruslar var. Amma elə deyil, vallahi elə deyil. Yəni, biz həmin ərazilərdən dostlarımızla əlaqə saxlayırıq da, belə deyirlər ki, deyilən kimi deyil. Rusiyanı sülhə məcbur etmək lazımdır, əlbəttə ki, və onun maliyyə qaynaqları sıradan çıxmalıdır. Müharibəni etməyə maliyyə lazımdır. Napolyon hələ 200 il bundan qabaq demişdi, biraz da artıq. Soruşanda ki, müharibə nədir? Maliyyə. Maliyyəsiz müharibə eləmək olmur, özdə indiki dövrdə. Ona görə inanırıq, hər halda qərb mərkəzləri, Ukraynadakı fəaliyyət göstərən qərargahlar, o cümlədən bizlə bir yerdə çalışanlar inanırlar ki, Rusiyanın maliyyə qaynaqları deməli, əsas nədir? Neft-qaz sektorudur. Dediyim kimi, taxıl eksportu məsələsinə təsirdir ki, ötən ilki göstəricilərdən bu il Rusiya indi artıq bir ay ərzində təxminən deyilənə görə 40 neçə faiz geri qalır plandan, ötən ilki ilə müqayisədə. O cümlədən bilirsiniz, 28% neft-qaz sektorunda geriləmə var. Bunların hamısı təbii üst-üstə gəlir. Sadəcə yaxın şərqdəki müharibə müəyyən mənada belə deyək, Putinin və Rusiyanın qanunun arasına girdi, neft qiymətlərinin qalxması filan. Amma bu haçana qədərsə davam edəcək də, yəni müəyyən dövr üçün. Və məsələn, Valberisin yaxud digər obyektlərin vurulması, bunlar da davam edəcək. Ona görə ki, orada işləyənlərin mütləq əksisi. Məsələn, tutaq ki, deyirəm, Voronezdə bilirsiniz, Sırağa gün vuruldu Valberis.
Həmin ambarda 90 milyon çeşiddə mal olub. Və hər gün 1.800.000 nəfərə, insana oradan biz deyirlər, bağlama göndərirdilər də, yəni sifarişlərinin əvəzini. İndi təsəvvür edirsiniz, birdən-bir insanlar fikirləşirlər ki, bu müharibə bizə hardan gəldi? Nədir axı bu müharibənin məqsədi? Neyniyib? Rusları, Rus dünyasını yarada Rusların yaşadığı əraziləri yer üzündən silib. Baxmıqda 90% rus dilli yaşayır. Hardadır o Baxmıd? Kül eləyiblər, yoxdur. Marinka, Krasnogorivka, Avdiyivka, Çasiv Yar, bütün şəhərlər elədi də. Bəli. Taret gözü. Onu demək istəyirəm ki, Rusiya ictimaiyyətinin narazılığına səbəb olmaqdır. O cümlədən müəyyən mənada aktiv olan orta biznes, ya kiçik biznes insanları və nəyə görə? Tutaq ki, aydındır ki, Rusiyanın adamları çatmır. Aydındır ki, kontraktla gəlmək istəyənlər kəskin azalıb. Aydındır ki, xaricdən aldadılıb gətirilənlər azalıb. Yəni ölkələr artıq müəyyən mənada doyuq düşüblər ki, bu ruslarla